Yahud Siyonizmlə bağlı məsələlər, indi mənim özüm də şəklimi çəkib TikTokda, nə bilim, İsrail bayrağına bürüyürlər, neynirlər. Bunlar, valla, uşaq məsələlərdir, gülüş məsələlərdir. Bu, Siyonist deyilən təşkilat neynəmək istəyirdi? Onların milli ideyası idi. Modernləşmə dövründə Yahudilərin milli ideyası idi. Çünki bunlar orta əsrlər boyu, deyək ki, İngiltərədən qovulmuşdular, Portuqaliyadan qovulmuşdular, Fransadan, Almaniyadan qovulmuşdular. 19-cu əsrdə Yahudi məsələsi Avropada, o cümlədən Rusiyada ən ciddi müzakirə olunan məsələlərdən biri idi. Osmanlı'da basmışdı. Osmanlı'da, indi Osmanlı'ya gələdən çox maraqlı bir fakt deyəcəm Natiq bəy. Siz təsəvvür edin, bunlar oturdular, fikirləşdilər ki, bizə bu baskı altında ki, biz qalmışıq Avropanın ortasında. Ən yaxşısı budur ki, bizə bir yer verilsin, biz orada bir Yahudi ev quraq və orada öz dövlətimizi bir təhlükəsiz şəraitdə yaşayaq. Öz onların birinci fikri Argentina idi, sonra Uganda idi, Kipr idi. Oralarda bir dövlət qurmaq istəklər vardı. Gəldilər 2-ci Əbdülhəmidin yanına, Theodor Herzl müraciət elədi. Məcidiyyə Orientalı, Siyonizmin qurucusu Osmanlı İmperatoru 2-ci Əbdülhəmiddən Məcidiyyə demək medal alıb. Bu gəldi, təklif elədi ki, biz sizin Osmanlının xarici borcları var, biz onu ödəyək. Amma onun qarşılığında siz də Fələstindən bizə biraz yer ayırın. Biz demək o Avropadakı artıq təhlükə altında qalmış Yahudilər getsin orada bir dövlət quraq, təhlükəsiz yaşayaq. Və 2-ci Əbdülhəmid buna etiraz elədi. Ancaq işə baxın ki, siz, onlar getdilər özləri, artıq məsələni yuxarıdan yox, aşağıdan həll eləmək istədilər. Başladılar ərəblərə pul ödədilər və ərəb demək, daha sonra da ərəb xalqlarının, ərəb nümayəndələrdən ibarət konferanslar keçirilirdi, qurultaylar keçirilirdi, tədbirlər keçirilirdi. Natiq bəy, qərar qəbul edirdilər ki, kim Yahudiyə demək torpaq satsa, ev satsa, biz onu müsəlman olaraq qəbul eləməyəcəyik, ərəb olaraq qəbul eləməyəcəyik, kənarlaşdıracağıq, ötəkiləşdirəcəyik. Yəni bu prosesin təməli tamam başqa bir yerdədir, tamam başqa bir şərtlərdədir və mən nəyə həmişə Natiq bəy bu məsələdə görürəm? Emansipasiya deyilən bir anlayış var, bizim mülki məcəllədə də var. Sadə dildə onun izahı bundan ibarətdir ki, tutaq ki, uşaq 16 yaşına çatır, əmək qabiliyyəti yaranır və valideynindən artıq asılılıqdan qutarır da, yəni özü işləyə bilər, valideyn himayəsindən artıq xilas olur o mənada. Və bizim cəmiyyət, daha doğrusu bizim cəmiyyət qəbul edir, normal şəkildə İsraili də tanıyırıq, Türkiyənin özü də İsraili tanıyır, 79-cu ilə qədər İran da tanıyırdı. Bütövlükdə bu son vaxtlardakı İslam dünyasından gedir. İsrailin bir emansipasiya hüququnu tanımaq istəmirlər ki, bu xalqın da bir yeri olmalıdır, bu xalqın da bir yaşayış məskəni olmalıdır, onun bir dövləti olmalıdır və bu dövlətlə dinc yanaşı yaşamaq mümkündür. Və bunu qəbul eləmək istəməyəndə məsələlər tam fərqli yerə gəlib çıxır və bu, üzr istəyirəm, həm 79-cu il konstitusiyasında, həm də 2019-cu ildə demək Seyid Əli Xamneyinin ikinci addım nəzəriyyəsində çox ciddi şəkildə əks olunur. Onlar İsrailin mövcudluğu ilə bir dövlət olaraq barışmaq istəmirlər. Bir gün barışmaq istəmir, o bir gün deyir səni yer üzündən siləcəm. Bu Husilər var, indi şey atdılar, bir iki dənə raket atıblar. Siz təsəvvür edin onun bayrağındakı mənaları adam görəndə təəccüb edir ki, 21-ci əsrdə ümumiyyətlə belə bir anlayış olar. Siləcək İsraili yer üzündən. Yəni bu bir yerə qədər mən başa düşürəm də, yəni mən də düşünürəm ki, indiyənə qədər konfliktdə müəyyən qədər qarşılıqlı çox ciddi şəkildə problemlər olub. Ancaq artıq elə bir zamandır ki, bunu sülh yolu ilə, dinc yolu ilə, danışıqlar yolu ilə, məsəl üçün mən inanıram ki, Fələstinlə İsrail özü tək başına deməli danışıqlar stoluna otursunlar, beynəlxalq hüquq çərçivəsində, BMT-nin verdiyi mandat çərçivəsində hərəkət eləsələr, daha tez anlaşacaqlar, daha tez bu məsələnin yoluna qoyacaqlar. Nəinki kənar müdaxilələrlə və bir də Natiq bəy də xeyli danışdığına görə üzr istəyirəm, Natiq bəy bir 2 dəqiqədə vaxtınızı alacaq. Demək, 1896-cı ildə İran şahı, Qacarların şahı, Qacar sülaləsindən olan Nəsrəddin şahı sui-qəsdlə aradan götürüldü və ondan sonra bu sui-qəsd başladı İran cəmiyyətində, Qacar imperatorluğunda sorğulanmağa.
Və bu sorğulanmanın nəticəsində 1905-ci, 6-cı illərdəki məşrutə hərəkatı start verdi. Və o dövrdən bəri yeganə sui-qəsdlə aradan götürülən Xəmneyi idi. Bu aralıqda heç bir İran lideri istəyir şah olsun, istəyir demək dini lider olsun, sui-qəsdlə aradan götürülməyib. Çevriliş olub, amma yenə aradan götürülməyib. Təsəvvür edirsiniz. Və ona görə mən əminəm ki, bu Xəmneyi sui-qəsdi, onun belə deyək də, sui-qəsdlə hakimiyyətdən getməsi İran cəmiyyətində mütləq özünü sorğulamalara demək səbəb olacaq. İkinci bir məsələ, mən çox önəm verirəm, hansı hala? Bu 79-cu ildəki İranda demək inqilab oldu. Bu inqilabdan qabaq Tudəçiləri və milli cəbhəçiləri, Müsəddiqin tərəfdarlarının və belə deyək də sol cərəyanı İran şahı çox ciddi şəkildə əzmişdi və bu boşluqda deməli bu dindarlar önə çıxmışdılar. Bu dindarların inqilabının, teokratik inqilabın çox qəribə bir xüsusiyyəti var. Məsələn, 17-ci ildə Rusiyada bolşeviklər təşkilatlanmış qüvvə idi də. Ancaq 79-cu ildə dindarlar o qədər, yəni konkret bir partiya halında, hərəkat halında təşkilatlanmış qüvvələr deyildilər. Ona görə də bunlar ki, o demokratiyanın boğulması prosesindən faydalanıb ortalığa çıxdılar. İndi Natiq bəy, xahiş edirəm diqqət edin. Bax, əks məntiqlə bu demokratiya ki, tədricən geri qayıtmağa başlayacaq, onda bunların təsir gücü kifayət qədər aşağı yenəcək. Nəyə görə? İranın məşrut inqilabı təcrübəsi var. İranda deməli şahın apardığı, o zaman apardığı ağ inqilab təcrübəsi var. Orada çadıra inqilabı aparılıb, torpaq kəndlilərə verilibdir. Mən İran şahını belə mət eləməkdən, ona tərif deməkdən çox-çox ucaq bir fikirdə adamam. Ümumiyyətlə hesab edirəm ki, o faşistdir. Həqiqətən faşistlər, yəni bunu belə ittiham şəklində demirəm. 41-ci ildə nəyə görə Rıza Şahı uzaqlaşdırdılar? Hitlerlə əməkdaşlıq eləyirdi ona görə. Ancaq bu proses tərsinə qaydanda o yarımçıq qalmış modernizm var orada. Millətləşmə prosesi, modernləşmə prosesi. O mütləq demokratik haqlar uğrunda, milli haqlar uğrunda mübarizəni özü ilə gətirməlidir və o proses nə vaxt ortalığa çıxacaq? İranda yeni konstitusiyanın qəbulu. O konstitusiya layihəsinin fərqi yoxdur kim təklif eləyir. Dindarlar təklif eləyir, hərbi çevriliş vasitəsilə hakimiyyətə gəlmiş qüvvələr təklif eləyir. Bunun heç bir önəmi yoxdur. Əsas məsələ o təklifin özüdür. Əgər Uqanda kimi bir 10 il gecikdirməsələr həmin konstitusiya layihəsini. Amma elə ki, konstitusiya layihəsi gündəmə gəldi, artıq orada o İran xalqlarının azadlıq arzusu da, İran xalqlarının modernləşmək arzusu da hamısı üzə çıxacaq və ən başlıca burada məsələ 47 ildir ki, İran təcrid vəziyyətində yaşayır. 47 ildir. Müasir İran gənci artıq dünyaya açılmaq istəyir, o Facebookdan istifadə eləmək istəyir, o TikToka girmək istəyir, o iqtisadi baxımdan daha azad bir cəmiyyətdə yaşamaq istəyir, siyasi baxımdan daha azad cəmiyyətdə yaşamaq istəyir və bunun qarşısını bir gün alarsan, 2 gün alarsan, 3 gün olarsan, amma bir gün nədir ki, 79-da ki, o sosial narazılıqlar, siyasi narazılıqlar partladı, o şəkildə yenidən partlayış baş verəcək. Son vaxtlar ki, şeylərin qabağını aldılar, etiraz aksiyasını. O aldadıcı bir zərbələrdir, aldadıcı demək qarşısı almaqdandır. O əsaslar ortadan qalxmayıbsa, mümkün deyil ki, həmin o azadlıq arzularının qarşısını kimsə alsın.